Dəyərli izləyicilər, xoş gördük hər birinizə. AY24-ün efirində gündəmin müzakirəsi üçün qarşınızdayıq və bir saat ərzində ölkədə, dünyada baş verən proseslərlə bağlı son dəqiqə informasiyalarını diqqətinizə çatdıracaq. Geniş şəkildə təhlillərimiz var. Öncə saatın əsas diqqət çəkən informasiyaları ilə başlayaq. İranın cənub-qərbində yerləşən Xuzestan əyalətinin Mahşəhər şəhərindəki neft kimya kompleksinə və xüsusi neft kimya zonasının ərazisinə hücumlar nəticəsində ən azı 5 nəfər yaralanıb. Xuzestan vilayətinin qubernator müavini Valiullah Hayati Tasnim agentliyinə verdiyi açıqlamada deyib ki, zərbələr nəticəsində 5 nəfər yaralanıb, lakin ölüm hallarının olub-olmadığı hələ məlum deyil. Eyni zamanda İsrail təhlükəsizlik mənbələri təsdiqləyir ki, zərbələr İsrail hərbi hava qüvvələri tərəfindən həyata keçirilib. Gün ərzində hücumlar davam etdi. Müxtəlif ərazilərə biz hücumların, zərbələrin şahidi olduq. Bu mənada İrandakı Buşehir atom elektrik stansiyasının yaxınlığına da mərmi düşüb. Nəticədə stansiyanın mühafizə əməkdaşlarından biri ölüb. Bu barədə İranın Atom Enerjisi Təşkilatı sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, partlayış dalğası yan binalardan birini zədələyib. Lakin atom stansiyasının əsas obyektləri zərər görməyib. Hadisənin təfərrüatları isə dəqiqləşdirilir deyə bildirilib. Dəyərli izləyicilər, artıq biz fərqli obyektlərin hədəf alındığını görürük. Bu obyektlər içərisində həm atom elektrik stansiyalarının adlarını çəkə bilərik, körpülər və yaxud da ki, digər tərəfdən səfirlik də var. Əlbəttə, bu səfirliklə bağlı bir neçə dəqiqə sonra yeni informasiyaları təqdim edəcəm. Davam eləyək başqa məlumatlarla. ABŞ və İsrail pilotsuz uçuş aparatları ilə İranın Hörmüzqan əyalətindəki Bəndər Xəmirdə sement zavoduna zərbə endirib. İran mediası tələfat olmadığını, zavodda istehsalın davam etdirildiyini yazır. Və bugünə qədər İranın 30 universiteti birbaşa hücuma məruz qalıb. Bu barədə isə Pars Today ölkənin təhsil nazirinin istinadən məlumat verib. Bildirilir ki, hədəflər arasında Tehrandakı Elm və Sənaye Universiteti, İsfahan Texnologiya Universiteti, İranın Sepah Hərbi Universiteti, Pasteur Tədqiqat İnstitutu və digərləri olub. Buna cavab olaraq Tehran bölgədəki ABŞ və İsrail universitetlərinə hücumlarla da hədələyib. Və İran Silahlı Qüvvələri Əsil və 4 əməliyyatının 94-cü dalğası zamanı İsraildəki hərbi sənaye mərkəzlərinə, komandanlıq və bölmə yerlərinə hücum edib. İranın dövlət televiziyası Sepahın bəyanatına istinadən bu barədə məlumat paylaşıb. İsrailin cənub, şimal və mərkəzi ərazilərinə, eləcə də Təl-Əvivdə hədəflərə zərbələr endirilib. Xüsusən Dimona, Negev, Birşeva və Ramat Qan şəhərlərindəki hədəflərə hücum edilib. Zərbələrdə kamikadze dronları, eləcə də Emad Xeybar, Şəkan və Xürrəmşah raketlərindən istifadə edilib deyə bu xəbərdə bildirilib. Bir daha qeyd edək, Emad, Xürrəmşah və Xeybər Şəkan raketlərindən söhbət gedir. İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri də hədəf olacaq. İran mediasının xəbərinə görə bunu Xatəmül Ənbiya mərkəzi qərargahının sözçüsü İbrahim Zülfüqari deyib. İran səfirliklərinə və ya diplomatik mərkəzlərinə qarşı hər hansı bir təcavüz halında bölgədəki bütün İsrail səfirlikləri qanuni hədəf elan ediləcək və İran Silahlı Qüvvələrinin birbaşa zərbələri ilə üzləşəcək deyə o qeyd edib. İranın xaricdə yerləşən diplomatik nümayəndəliklərinə ediləcək hər hansı hücum bölgədəki bütün İsrail diplomatik nümayəndəliklərinə qarşı cavab zərbələri ilə nəticələnəcək. Tehranın xarici hədəflərinə qarşı hər hansı təcavüz aktına dərhal və sərt cavab vermək əzmindəyik. Unutmayın, sözlərimiz sürətli və güclü addımlarla dəstəklənir. Dəyərli izləyicilər, bu xəbərdarlıq heç də təsadüfi deyildi. Çünki Amerika Birləşmiş Ştatlarının Səudi Ərəbistanındakı səfirliyinin binasına hücum olub və əlbəttə İran bununla bağlı isə məsələni məsuliyyəti üzərinə götürmür və cavab olaraq qeyd edir ki, əgər Amerika Birləşmiş Ştatları, İsrail bizim səfirliklərimizə hədəf alarsa, bizə qarşı cavab verəcəyik. Bu mənada maraqlıdır, bu məqamda. Daha doğrusu, necə olacaq o zaman? Kim hücum edib Səudi Ərəbistanındakı səfirliyə? Bir qədər sonra danışarıq. Çünki səfirliklərə hücumların edilməsi artıq yeni bir mənzərədən xəbər verir. Sepahın başqa bir məlumatı da var. Sepah, ABŞ hərbi hava qüvvələrinin komandanını istefaya çağırıb. Bu müraciət İran hava hücumundan müdafiə sistemlərinin 2 ABŞ hərbi təyyarəsini vurmasından sonra səsləndirilib. Sepahın hərbi dəniz qüvvələrinin açıqlamasında qeyd olunub ki, ABŞ ordusuna baş verən istefalar siyasına hərbi hava qüvvələrinin komandanı da əlavə edilməlidir. Məlumata görə İran Silahlı Qüvvələri hava hücumundan müdafiə bölmələrini ABŞ-yə məxsus F-15Y Strike Eagle qırıcı və
A-10 Thunderbolt ikinci hücum təyyarəsini ələ keçirilməsi münasibəti ilə təbrik edib. Dəyərli izləyicilər, bu günlərdə həqiqətən Amerika Birləşmiş Ştatlarında silsilə istefaların şahidi oluruq. Kadr zəlzələsi kimi də adlandırırlar bunu. Amerika Birləşmiş Ştatlarındakı bu postları tərk edilməsi bəziləri könüllüdür, bəziləri isə könüllü kimi görünən məcburilərdir. Və Trumpın indiki hədəfində isə eyni zamanda əmək və ticarət nazirinin olduğu da deyilir. Hətta burada FTB-nin əsas rəhbərinin də adı çəkilir deyə bilərik. Buna bağlı danışırıq, amma digər informasiyalarımız da var. Onları da təqdim edək, müzakirələrimizdə yer verəcəyik bu məsələlərə. ABŞ xüsusi təyinatlı qüvvələri cümə gecəsi İran ərazisinə daxil olaraq vurulan qırıcı təyyarənin ekipaj üzvünü xilas etmə əməliyyatı həyata keçirib. Bu barədə The Telegraph nəşri məlumat yayıb. Bildirilib ki, vurulan qırıcının 2 ekipaj üzvü katapult eləyərək xilas olub və bundan sonra İranla ABŞ arasında həmin Amerikalı pilotların tapılması üçün yarış başlayıb. Onlardan biri ABŞ hərbiçilərinin həyata keçirdiyi əməliyyat nəticəsində xilas edilib. Eyni zamanda İran tərəfi vurulan qırıcının pilotunu ələ keçirilməsi üçün $60.000 mükafat elan edib. Digər pilotun isə taliyi ilə bağlı hələ ki bir məlumat yoxdur. İsrail İrana qarşı hərbi əməliyyatları ən az 2 həftə davam etdirməyi planlayır və ABŞ-nin qırıcı təyyarəsinin vurulmasına sərt reaksiya verəcəyini gözləyir. Bu barədə isə Kan xəbər verib. Məlumata görə Benyamin Netanyahu hökuməti ümid edir ki, ABŞ təyyarəsinin vurulmasından sonra Donald Trump müharibənin 3-cü mərhələsinə keçidə, yəni İran iqtisadiyyatının dağıdılmasına razılıq verəcək. İsrailin təhlükəsizlik xidmətlərindəki mənbələrə görə İrana qarşı növbəti hədəf onun iqtisadiyyatı olacaq. Hücum planına infrastruktur obyektləri, körpülər, eləcə də enerji və neft obyektləri daxildir. Eyni zamanda mənbələr bildirir ki, Donald Trump hələ bu siyahını təsdiqləməyib və yuxarıda qeyd olunan obyektlərə İsrail hücumlarına qoşulmaqla bağlı da göstəriş verməyib. Hazırda həmin obyektlər hədəf alınır, lakin bunları İsrail edir. Amerika Birləşmiş Ştatlarından bu məsələ ilə bağlı mövqe tamamilə fərqlidir. Nə deyir Donald Trump? Donald Trump İran səmasında Amerika qırıcısının vurulmasını şərh edib. Ağ Ev rəhbəri NBC-yə müsahibəsində bildirib ki, insident Vaşinqton və Tehran arasındakı danışıqlara təsir etməyəcək. Onun sözlərinə görə sözü gedən hadisə müharibənin ayrılmaz hissəsidir. Bu müharibədir. Biz müharibədəyik. Qeyd eləyək ki, İran bugün F-15Y qırıcı təyyarəsini vurub. Bundan sonra ABŞ 2 pilotun axtarışı üçün hərəkətə keçib. Pilotlardan biri xilas edilsə də digərinin İrana əsir düşdüyü bildirilir. Düzəliş eləyib, dünəndən söhbət gedir. Bu hadisə dünən ərzində böyük səs-küyə səbəb olmuşdu, dəyərli izləyicilər. Bu yerdə isə İrandan da danışıqlarla bağlı bir açıqlama var. İslamabaddakı danışıqlardan imtina etməmişik. Lakin rəsmi Tehran müharibənin bitməsinin şərtlərindən narahatdır. İranın Xarici İşlər Naziri Abbas Araqçı bu barədə X hesabında yazıb. Səylərinə görə Pakistana çox minnətdarıq və danışıqlar üçün İslamabada getməkdən imtina etmədik. Bizə tətbiq edilən qanunsuz müharibəyə son qoymaq üçün şərtlərdən narahatıq deyə o bildirib. Araqçının sözlərinə görə ABŞ mediası İranın danışıqlarla bağlı mövqeyini təhrif edir. Həqiqətən də bu istiqamətdə mediada fərqli xəbərlər tirajlanırdı. İranın bundan imtina etdiyi deyilirdi ki, artıq İrandan da rəsmi bir mövqe gəldi. Dəyərli izləyicilər, bir digər tərəfdə də İsrail Livanda əməliyyatları davam etdirir və bu əməliyyatlarda əsas hədəfi isə Hizbullahın tamamilə məhv edilməsidir. Bunu elə özlərinin Müdafiə Naziri İsrail Katz dilə gətirir. Hətta Naim Qasıma da bir xəbərdarlıq ünvanlanmışdı. Bugün ərzində nə baş verdi o istiqamətdə, o xəbərləri də çatdıraq. İsrail ordusu Livanın paytaxtı Beyrutda hərbi əməliyyatlar həyata keçirir. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə İsrail hərbi hava qüvvələrinə məxsus təyyarələr Livan paytaxtının cənub kənarında yerləşən Hizbullaha məxsus obyektlərə hava zərbələri endirib. Hava hücumları günün birinci yarısına Madi, Tauhita, Əl-Qədir və Əl-Camus bölgələrinə həyata keçirilib. Mənbə bildirib ki, Əl-Amana şirkətinə məxsus bir yanacaq doldurma məntəqəsi məhv edilib. İsrail ordusunun gözlənilən hava hücumları ilə bağlı əvvəlcədən etdiyi xəbərdarlıqlardan sonra sakinlər evlərindən təxliyə olunub, amma buna baxmayaraq indiyə qədər hücumlarda 1400-dən çox insanın həlak olduğu ilə bağlı məlumatlarda paylaşılır. Amerika Birləşmiş Ştatları vətəndaşlarını Livanı tərk etməyə çağırıb. Bu barədə Dövlət Departamenti çağırış edib. İran və onunla bağlı qruplar Livan universitetlərini hədəf ala bilər. Dövlət Departamenti ABŞ vətəndaşlarını kommersiya uçuşları mövcud olduğu müddətdə Livanı tərk etməyə çağırır deyə məlumatda qeyd olunub.
Bundan öncə bənzər bir çağırışı da İraqla bağlı etmişdi Amerika Birləşmiş Ştatları. Dəyərli izləyicilər, başqa bir informasiyamız da var ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların başlanmasına bu yana yüzlərlə hərbiçi yaralanıb. Bu barədə The Wall Street Journal nəşri Pentaqona istinadən məlumat yayıb. Məlumata görə epik qəzəb adlandırılan əməliyyat çərçivəsində ümumilikdə 365 ABŞ hərbiçisi müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, yaralılardan 247-si quru qoşunlarında, 63-ü hərbi dəniz qüvvələrində, 36-sı hərbi hava qüvvələrində, 19-u isə dəniz piyadaları sıralarında xidmət edir. Qeyd eləyək ki, daha əvvəl eyni mənbə əməliyyat zamanı 13 ABŞ hərbiçisinin öldüyünü də xəbər vermişdi. Və digər bir informasiyamız isə Amerika Birləşmiş Ştatlarının təxliyəsi ilə bağlıdır ki, ABŞ yaxın şərqdəki hərbi bazalarından birində geniş miqyaslı təxliyə həyata keçirib. Bu barədə ABŞ-nin NPR radiosu məlumat yayıb və məlumata görə Bəhreyndə yerləşən və ABŞ hərbi dəniz qüvvələrinin 5-ci donanmasının qərargahının yerləşdiyi bazadan təxminən 1500 hərbiçi və onların ailə üzvləri təxliyə olunub. Bildirilir ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələrdən sonra yüzlərlə dənizçi ABŞ ərazisinə geri qaytarılıb. Eyni zamanda regiondakı digər ABŞ bazalarından da təxliyələrin aparıldığı bildirilir. Pentagon isə hələlik bu məlumatları rəsmi şəkildə təsdiqləməyib. Qeyd eləyək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qədər sözü gedən bazada təxminən 8000 nəfər xidmət edir, amma ilk hücumlar da məhz bu bazaya olmuşdu. Son olaraq bir xəbərimiz var. Dəyərli izləyicilər, daha sonra təhlillərlə davam edəcəyik. İranın milli hava hücumuna müdafiə üzrə birgə qərargahının komandanı Əlirza Elhami bildirib ki, İranlı hərbiçilər düşmənin qırıcılarını və pilotsuz uçuş aparatlarını puskuya salmağa və hücum etməyə hazırdılar. Bu barədə İRNA məlumat yayıb. Brigada generalı Əlirza Elhami qeyd edib ki, İranın hava qüvvələri artıq bir neçə müasir qırıcı təyyarəni, onlarla qanadlı raketi və 160-dan çox pilotsuz uçuş aparatını, o cümlədən Hermes və Lukas tipli pilotsuz təyyarələri vurub. O qeyd eləyib ki, bu təyyarələrin məhv edilməsi taktikanın yeni avadanlıqlarının tətbiqinin və müdafiə sistemlərində yeniliklərin nəticəsi olub. Brigada generalının sözlərinə görə bu amillər qarşı tərəfi çaşqın vəziyyətə salıb. Dəyərli izləyicilər, xəbərləri təqdim etdik. Burada bir neçə əsas istiqamətimiz var. Həm qırıcının vurulması məsələsi, buna İsrailin gözlənilən reaksiyası, amma Trumpın fərqli formada yanaşması. Bununla bərabər səfirliyin də burada əsas hədəfə alınmasını danışacaq. Çünki Sepah deyir ki, biz vurmamışıq, amma Amerika Birləşmiş Ştatları isə məhz İranı hədəf göstərir. Nə baş verəcək? Həqiqətən də İranın səfirlikləri vurularsa, hədəf alınarsa, o zaman Sepahın necə bir cavabı olacaq? Bunları danışarıq. Digər tərəfdən də danışıqlarla, dialoqla bağlı da açıqlamalar var idi. Bütün bunların müzakirəsini isə studiyamızın qonağı siyasi şərhçi Murad Sadəddinovdan aparacaq. Murad bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Murad bəy, qırıcının vurulması məsələsini biz dünən ərzində də geniş şəkildə danışdıq. Trumpdan gələn açıqlamanı ya biz gözləmirdik, ya da İsrail gözləmirdi. İsrail daha sərt bir yanaşmanı tətbiq edilməsini istəyirdi. İstəyirdi ki, özləri hücum etdikləri kimi fərqli obyektləri vurmağa davam etsin. Hətta bunu 3-cü mərhələ adlandırırlar, İran iqtisadiyyatının məhv edilməsi. Amma Trump dedi ki, bu normaldır, müharibədəyik və müharibə çərçivəsində bu cür insidentlərin olması da gözləniləndi. Nə düşünürsünüz? Belə bir açıqlamanın pərdə arxası məqamları nədir? Nədən xəbər verir Trumpın yanaşması? Trumpın yanaşması ondan ibarət. Doğrudandır, müharibə gedir və müharibə vaxtı belə hadisələr baş verir. Nəzərə alsaq ki, bugünkü günə qədər İsrail ilə Amerika Birləşmiş Ştatları İran ərazisində 15 mindən çox uçuş ediblər və onun nəticəsində 2 təyyarə vurulubsa, bu o boyda da ciddi faktor deyil ki, müharibənin aparılmasına hansısa bir təsir eləsin. Və Amerika Birləşmiş Ştatlarının mövqeyi ondan ibarətdir ki, burada konkret olaraq ultimatum verilib. Aprel ayının 6-sına qədər İran tərəfi danışıqlarda razılaşmalıdır Amerika Birləşmiş Ştatlarının şərtlərinə. Və bu şərtlərə razılaşmadığı halda Amerika Birləşmiş Ştatları məhz o sizin səsləndirdiyiniz 3-cü mərhələ İranın iqtisadi potensialına, enerji potensialına, körpülərə və s. nöqtələrə zərbələr endirəcək. Bu baxımdan əsas məqsəd bu günləri Amerika Birləşmiş Ştatlarının təzyiq eləmək və nəticə etibarilə bu danışıqlar vasitəsilə Amerikanın irəli sürdüyü şərtlərə tabe eləməkdir. İsrail tərəfinin maraqı ondan ibarətdir ki, İsrail tərəfi əlbəttə ki, çalışır ki, istənilən faktordan istifadə eləyib, həmən o məqamı tezləşdirsin və o zərbələ endirilməsi prosesini nəyin bahasına olsun, həyata keçirsin. Siz görürsünüz ki, İsrail tərəfi bu ya digər formada
bu əməliyyatları həyata keçirdir. Və ən maraqlısı bilirsiniz nədir? Mən bu gün diqqətlə İranın Xarici İşlər Nazirinin bəyanatına fikir verdim. 3 gün bundan əvvəl İranın Xarici İşlər Naziri tamam başqa bəyanat verdi ki, hər hansı bir danışıqdan söhbət gedə bilməz. Bəli. Biz heç bir şərtləri qəbul eləməyəcəyik. Ümumiyyətlə bizim Pakistanda nə görüşümüz olub, nə bir əlaqəmiz var və s. Bu günləri İranın Xarici İşlər Naziri isə açıq-aydın deyir ki, biz danışıqlara razıyıq və s. Pakistan ərazisində keçirilməsinə. Bu nə deməkdir? Bu o deməkdir ki, İran tərəfi başa düşür ki, artıq o ultimatumun vaxtı gəlib çatıb və onlar da hiss edirlər ki, İsrailin zərbələri bundan əvvəl İranın cənubi-qərb hissəsində yerləşən neft-kimya müəssisəsinə siz də səsləndirdiniz bunu. Məndə olan məlumata yaxın 50-yə yaxın zərbələr endirilib və yanğın indiyənə qədər davam edir orada. Körpülərə zərbələri və s. Bunlar göstərir ki, İran tərəfi artıq başa düşür ki, bundan da sonra həmən o 3-cü mərhələ başlasa, İran doğrudan da çox ağır, mən deyərdim, katastrofik bir vəziyyətə düşə bilər. Çox güman ki, İran Xarici İşlər Nazirinin bu bəyanatı və bir məsələdə deyim, ən aktiv səslənən bu danışıqlarda fiqur İranın bugünkü parlamentin rəhbəri idi. Və bu ilə bağlı çox məlumatlar mətbuatda gedirdi və o özü də bugünə qədər müxtəlif formada çox aqressiv ABŞ-a qarşı bəyanatlar verirdi. Amma bu günləri Bloomberg'in məlumatını mən oxudum ki, onun da istinad eləyərək ona məlumat veriblər ki, danışıqlarla bağlı müsbət fikri söyləyir. Yəni çox güman ki, bu məsələlər hamısı məhz o 6 aprel ultimatumun vaxtı yaxınlaşması ilə bağlıdır və o 3-cü mərhələni İran tərəfi bu və digər formada qarşısına almaq istəyir. 2 günə nə dəyişəcək? Çünki danışıqlar getdiyi dönəmdə 2 dəfə Amerika Birləşmiş Ştatları hücum edibsə İrana, İran da dəfələrlə buna dilə gətirirlər və bununla bağlı açıqlama verirlər ki, biz danışıqlar gedə-gedə hücuma məruz qaldıq. Yox, burada bir nüansı nəzərə almaq lazımdır ki, hücumlar gedir, əvvəldən müəyyən olunmuş hərbi obyektlərə, hərbi ilə bağlı olan obyektlərə və s. o müəyyən olunan hədəflərə. Amma enerji sektoru ilə bağlı ciddi, məsələn, elektrik enerji sistemini İranın məhv olunmasıdır, neft-kimya sənayesi məhv olunmasıdır. Bu çox ciddi məsələdir. Bu ilə bağlı biz Amerika Birləşmiş Ştatlarının ciddi hücumlarını görməmişik. Və məhz Donald Trump'ın bəyanatında da bu səslənilirdi ki, əgər biz bunu eləsək, biz İranı neçə əsr geriyə sala bilərik. Yəni, bu baxımdan həmən o ciddi zərbələr əsas o iqtisadi infrastrukturla hələ ki, həyata keçirilməyib. Aydındır. Qırıcı məsələsi ilə bağlı bir çox açıqlamalar gəldi. Elə İsrailin də açıqlamasını təqdim etdik, amma İsrail fərqli bir yanaşmanı gözləyir Amerika Birləşmiş Ştatlarından. Fikir ayrılıqlarıyla bağlı biz zaman-zaman danışırıq. Əslində, iki tərəf fərqli strategiyanə irəliyir. İndi biz Amerika Birləşmiş Ştatlarının digər obyektləri hədəf almadığını deyirik, elektrik enerjisi ilə bağlı, neft-qaz obyektləri. Amma İsrailin isə elektrik enerjisi olmasa da neft-qaz obyektlərini vurduğunu və yaxud da ki, digər əraziləri hədəf aldığını, hətta universitetlərlə bağlı məqamları qeyd etdik, onları aydın şəkildə görə bilirik. Nə qədər ki, Trump əslində medianın iddialarına görə bunun qarşısını almağa çalışır, bir qədər təzyiq göstərir deyirlər Netanyahu'ya, amma İsrail bu addımları atmaqda davam edir. Bundan sonraki dönəmlərdə ələxsusda ki, maraqlı sual yaranır Səudiyyə Ərəbistandakı səfirliyin vurulması ilə bağlı. Sepah deyir ki, biz bunu eləməmişik, burada sionist qüvvələrin əli var və əgər siz bizim səfirliklərə hücum eləyərsinizsə, o zaman İsrailin bütün bölgədəki səfirlikləri qanuni hədəfimiz olacaq. Bu proseslə bağlı nə deyə bilərsiniz? Həqiqətən ola bilərmi İran vurmasın ki, cavab olaraq necə bir addım atıla bilər Amerikadan? Bilirsiniz, gəlin baxaq bu bir ay ərzində baş verən proseslərə və Körfəzdə, xüsusi olaraq İranın qonşu ölkələrinə atılan zərbələrlə bağlı deyə bilərəm ki, haradasa təkcə Birləşmiş Ərəb Əmirliklərinə 1000-dən çox atəş açılıb. Və onların böyük əksəriyyəti İran tərəfi boynuna almayıb. Nəinki bu ölkəni, başqa ölkələri, xüsusi olaraq qonşu ölkələri bu yaxınlarda Türkiyə yenə 4-cü atəş oldu balistik raketlə, yenə də İran tərəfi bunu boynuna almır. Ümumiyyətlə bilirsiniz, bunu mətbuatda səsləndirmək olar, amma bu günləri texniki imkanlar Amerika Birləşmiş Ştatlarında, İsraildə və xüsusi olaraq Səudiyyə Ərəbistanın özündə də bunu çox hasan yolla müəyyən elə bilir ki, həmən o atəş
raket atəşi olub, ya yaxud dron atəşi olub, hansı istiqamətdən olub, hansı marşrutla gəlib və s. Bu aydındır. Hə. Bunu obyektiv nəzarət məlumatları deyilir. Yəni bunu mətbuatda səsləndirə bilərlər, amma faktiki olaraq yerində müəyyən olunacaq ki, bunu kim eləyib? Bu bir. İkinci, mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatları və yaxud İsrail buna cavab olaraq İranın diplomatik missiyalarına zərbələr indilər. Bunlara bu lazım deyil. Bunların müəyyən olunmuş hədəf paketləri var. Həmin o hədəf paketləri ilə zərbələri İran ərazisində həyata keçirirlər. Və çox güman ki, yenə də deyirəm, mən düşünmürəm ki, buna cavab olaraq ABŞ-dır və İsrail İranın diplomatik obyektlərinə başqa ölkələrdə zərbələr endirsin. Bir də Flight Radar 24-ün peyk görüntüləri var. O görüntülərə görə Amerika Birləşmiş Ştatları regiona texnika cəmləyir və burada texnikalarla bərabər eyni zamanda elə bir təyyarələr göndərilir ki, onların içərisinə Abrams tanklarını da apara bilər. Amma bəlli deyil əlbəttə ki, o təyyarələrlə nələr daşınır. Amma bir hava körpüsünün yaradıldığı deyilir, iddia olunur. Hətta bəzi texnikaların adları da çəkilir. Bunu göy üzündə qala adlandırırlar Amerika Birləşmiş Ştatlarının etdiyi bu şeyi, yəni bu əməli. Və qeyd edilir ki, əgər bu həqiqətdirsə və Amerika Birləşmiş Ştatları bu təyyarələrlə ehtimal edilən texnikaları daşıyırsa, bu müharibə ilə bağlı daha bir şiddətli dönəmdən xəbər verir. Nə düşünürsünüz siz? Quru əməliyyatları ilə bağlı biz çox danışırıq. Hələ ki, Trump görünür ehtiyatlı yanaşır. Analitiklərin bir qismi deyir ki, Amerika buna getməyəcək, çünki onlar başa düşürlər ki, bu tələdir. Digəri deyir ki, digərləri deyir ki, yox, Amerika Birləşmiş Ştatları bu dəfə prosesləri tamam bitirmək istəyir. Ona görə ya Xarkadası olsun, ya saflaşdırılan uranın çıxarılması olsun, Hörmüzlə bağlı olsun, hər hansı bir məqamla əlaqədar xüsusi bir tapşırıq verə bilər öz əskərlərinə. Sizin yanaşmanız necədir? Flight Radarla bağlı mən dünənləri izləyirdim özüm şəxsən və o siz dediyiniz hava körpünü mən nəzarətdən keçirmişəm. Bəli, Amerikaya məxsus olan iri hərbi nəqliyyat təyyarələri dünənləri həddindən artıq çox böyük, intensiv şəkildə uçuşlar ediblər ABŞ-dan Avropaya, Avropadan da Körfəzə. Bunların içində böyük yük təyyarələr, ağır yüklər qaldırmaq imkanında olan təyyarələr də var. Siz qeyd ediniz ki, hətta Abrams tankını da götürə bilər. Amma bu təyyarələr müharibədən əvvəl də həmən o körpü vasitə uçuşlar eləyirdilər və regiona ABŞ-ın hava hücumundan müdafiə sistemləri gətirib yerləşdirdilər Körfəz ölkələrində. İndi isə bu çox güman ki, nəzərdə tutulan quru əməliyyatla bağlıdır və bu ilə bağlı heç artıq gizlətmirlər də ki, artıq Amerika Birləşmiş Ştatlarına məxsus olan xüsusi qruplar, mən bunları sadalaya da bilərəm. Bu 82-ci avia desant diviziyasıdır. Onun əskərləri regiona gətirilir. Onların özlərinin texnikaları da var. Ondan savayı 31-ci və 11-ci dəniz piyadalar qruplarıdır. Bu, Amerika Birləşmiş Ştatlarının ən təcrübəli dəniz piyadaçılarıdır. Onların özlərinin texnikaları var və s. Onları regiona gətirilir. Müxtəlif növ Amerika Birləşmiş Ştatlarına məxsus olan xüsusi təyinatlı qruplardır, bu Delta'da və s. başqalarıdır. Ondan savayı Amerika Birləşmiş Ştatlarının yerləşən xüsusi gecə, onun adı biraz yadımdan çıxdı, xüsusi helikopter diviziyası var. Həmən o helikopter diviziyası məhz Venezuelada əməliyyatı keçirmişdi. Gecə vaxtı onlar fəaliyyət göstərirlər. Çox güman ki, həmən o helikopterləri, həmən o təyyarələrlə regiona gətirirlər və siz dediyiniz ki, quru əməliyyatla bağlı. Bilirsiniz, bu cür əməliyyatlar mətbuat yazdığı kimi həyata keçirilmir onun qərarı. Trump bu günləri istədi, həyata keçirdi, istəmədi, həyata keçirmədi. Belə cür əməliyyatlar tələb eləyir ciddi hazırlıq. Biz görürük ki, uzun müddətli görürsünüz nə qədər bura texnika daşınır. Bunların hamısı əvvəlcədən hazırlanmış bir planlardır və plan üzərində həyata keçiriləcək. Bu əməliyyatlara başlamazdan öncə Amerika Birləşmiş Ştatlarının quru əməliyyatı ilə bağlı planı yox idi. Ona görəmi bu proseslə əlaqədar vaxt uzanır? Biz onu deyə bilmərik ki, onun planı yox idi. Ona görə ki, ümumiyyətlə Amerika Birləşmiş Ştatları məsələsi var. Venezuelanın əməliyyatı bir il əvvəl hazırlaşırlar. Halbuki heç kəs bundan bilmirdi. İranla bağlı əməliyyata 10 illərdir hazırlıq gedir Amerikanın xüsusi qurumlarında.
Bu baxımdan orada müxtəlif variantlar var. Onlar hamısı masanın üstündədirlər. İndi hücumlarla bağlı hara hücumlar ola bilər? Quru əməliyyat hansı formada ki? Klassik quru əməliyyata mən inanmıram ki, orada Abrams tankları istifadə olsun və s. buna ehtiyac da görmürəm. Və regiona göndərilən qruplar da məhz xüsusi əməliyyatları həyata keçirmək üçün hazırlanmış qruplardır. Bu ola bilər, Xark adasını mən nəzərdə tutmuram. Baxmayaraq ki, bununla bağlı çox danışılır. Mən düşünürəm ki, Xark adası bunu tutmaq Amerikaya ehtiyac yoxdur. Ona görə ki, birincisi onu tutandan sonra orada həddindən artıq çox böyük neft infrastrukturu var. Ora hər bir zərbə İran tərəfi endirilsə, Amerika Birləşmiş Ştatlarının əskərləri orada sadəcə olaraq çətin bir vəziyyətə düşəcəklər. İqtisadi baxımdan oranı tutmaq ki, İranın neftinə 90% nefti oradan keçir, ona nəzarət eləmək, ona ehtiyac yoxdur. Ona görə ki, Ormuz boğazında Amerika gəmilərlə onu təhlükəsiz qarşısına ala bilər. Mən düşünürəm ki, Keşm adası var Ormuzda. Bax, o Keşm adasını tuta bilərlər. Ormuzda olan boğazda yaxın olan, dənizə yaxın olan əraziləri tuta bilərlər ki, o ərazilər vasitəsilə İran Ormuzdan keçən gəmilərə təsir edə bilməsin. Siz qeyd elədiniz ki, nüvə silahı istehsal olunan ərazilərdə xüsusi əməliyyatlar keçirilmişdir. Yəni, saflaşdırılmış uranın çıxarılması ehtimalını da səsləndirirlər. Və yaxud yerində neytrallaşdırılması ola bilər. Amma bir məsələn, bu mətbuat demir, mənim düşüncəmlə ola bilsin ki, Amerika Birləşmiş Ştatları İranın hansısa bir ərazisində çox güman ki, bu həmən o Cənubi-Qərb ərazisində, İraqdan sərhəd olan ərazidə hansısa bir zonanı tutaraq orada İranın müxalif qüvvələri üçün bir plazdarm yaratsın. Bu da ola bilər. Ona görə çox çətindir indidən deməyə. Məhz hərbi təbliğat da ondan ibarətdir ki, düşmanı çaşdırmaqdır. İndi müxtəlif məlumatlar deyiləcək. O məlumatlar müxtəlif tanınmış, hörmətli Amerika mətbuat vasitələrlə yayılacaq. Amma reallıqda biz tamam başqa bir şey görəcəyik və xüsusi olaraq Donald Trump'ın biz danışıqlar, mətbuatla əməkdaşlıq üslubunu nəzərdən keçirsə, biz görürük ki, o hər zaman çalışır fikri yayındırmaq. Biz ilk dəfə yay əməliyyatlarında da gördük bu danışıqlar aparması ilə, bu səfər də danışıqlar aparması ilə bərabər müharibə qəflətən başladı və çox güman ki, indi də İran tərəfini danışıqlara cəlb eləməklə o sadəcə olaraq vaxt udur, həmən o quru qoşunlara məxsus olan qüvvələri regiona gətirmək üçün. Aydındır. Qısa bir vaxtımız var. Livanla bağlı da istəyirəm fikrinizi alaq. Amerika Birləşmiş Ştatları çağırış eləyir öz vətəndaşlarına bu ərazini tərk etməklə bağlı. Artıq uzun müddətli demək olar ki, İranla müharibənin başlandığı 1-2 həftə sonra İsrail ilə Livanda əməliyyatlara başladı. Konkret olaraq öz məqsədlərini bəlli eləyirlər. Qəzadakı kimi orada proseslər həyata keçirəcəklər. Hizbullahı tamamilə məhv etməyə adı ilə indi əməliyyatlar keçirilir və minlərlə insan da isə öldürülür. Nə düşünürsünüz? İndi Amerika Birləşmiş Ştatları dəstək verirmi İsrailə Livandakı əməliyyatlarla bağlı? Hətta bir ara Amerikanın hava hücumlarına qoşulacağı da deyilirdi. Sizin təhliliniz necədir? Mənim düşüncəmlə birbaşa olaraq Amerika Birləşmiş Ştatları Livandakı əməliyyatlarda iştirak etmir. Amma ümumi ABŞ-la İsrail, İranla, o cümlədən Hezbollahla bağlı məsələlərdə əlbəttə ki, öz fəaliyyətlərini bir-birləri arasında korrekt eləyirlər. Bu baxımdan düşünmürəm ki, ABŞ bir mənalı olaraq qarışsın bu məsələyə. Ona görə ki, Livanda hadisələr həyata keçirmək üçün İsrail tərəfi quru qoşunlardan istifadə eləyir artıq. Hərbi hava qüvvələrindən də istifadə eləyir və Livan İsrailə çox yaxın olduğuna görə təyyarələr qalxandan sonra 5 dəqiqədən sonra orada əməliyyatı keçirib qayıda bilirlər. Məsələn, İsraildən İrana gedib zərbələr endirilmək üçün 1500 kilometr uçur. Hesab edin ki, 2 saat qırıcının kabinində pilot oturur çətin bir vəziyyətdə və s. Ona görə çox güman ki, bölüm olanda öz aralarında seçim, hədəfləri seçim. Əlbəttə ki, Livanla bağlı prosesləri tam olaraq İsrailə verilib.
Aydındır, çox sağ olun, təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün önəmli Sağ olun, təhlillərə görə. dəvətinizə görə. Dəyərli izləyicilər, biz İran ətrafındakı gərginliklə bağlı danışdıq. Əlbəttə, burada qırıcının vurulmasından sonra Donald Trumpdan gələn o diqqət çəkən bəyanat təhlil edildi. Digər istiqamət isə elə Amerika Birləşmiş Ştatlarının Səudiyyə Ərəbistanındakı səfirliyinin vurulması idi. Bu prosesə necə təsir göstərəcək dedik. Bərabərində eyni zamanda danışdığımız məsələ Livanla bağlı idi ki, İsrail orada da əməliyyatları davam etdirir. Bizim digər önəmli xəbərlərimiz də var. Bu mənada İranda müxalifətlə əlaqəli 2 nəfər terrorizm ittihamı ilə edam edilib. Tasnim xəbər agentliyinin verdiyi məlumata görə müxalif İran Xalq Mücahidləri Təşkilatının üzvləri Əbul Həsən Montazer və Vahid Bani Amaryani edam olunublar. Məhkəmə onları Tehranda çoxsaylı terror hücumları törətməkdə təqsirli bilib. Edamlar davam edir. Elə əməliyyatların başladığı dönəmdə paralel olaraq biz müxtəlif cinayətləri törətməkdə təqsirli bilinən şəxslərin edam edildiyini gördük. İranda mühafizəkar qanunvericilər isə ölkənin məhkəmə orqanlarını keçmiş prezident Həsən Ruhani və keçmiş Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifi müharibəni dayandırmaq çağırışlarına görə həbs etməyə çağırıb. İran International xəbər verir ki, mühafizəkar deputat Həmid Rəsai Ruhani müharibənin şərəfli şəkildə dayandırılmasına hazırlaşmaq çağırışından, Zərifin isə deeskalasiya üçün çərçivə təklif etməsindən sonra məhkəmə orqanlarının bu iki siyasətçinin saxlanılması barədə qərar qəbul etməyə səsləyib. Sepah da Cavad Zərifi xain adlandırıb və 3 gün ərzində sözlərini geri götürməyəcəyi təqdirdə onun evinə basqın ediləcəyindən hədələyib. General Hüseyin Muhabbi mart ayında öldürülən general-mayor Əli Məhəmməd Nainin yerinə İslam İnqilabı Keşikçiləri Korpusunun sözçü vəzifəsini icra edəcək. Fars agentliyi xəbər verir ki, bu barədə İran ali rəhbərinin Sepahdakı nümayəndəsi Abdullah Hacı Sadiqi fərmanı imzalayıb. Başqa bir önəmli xəbər isə Amerika Birləşmiş Ştatları ilə bağlı əməliyyatların getdiyi dönəmdən bunun Amerikanın içərisində necə təzahür etdiyi ilə bağlı danışırıq. Narazılıqlar, istefalar və bu proseslərlə bağlı sorğu da keçirilir. ABŞ əhalisinin böyük hissəsi İranla davam edən hərbi münaqişənin nəticələrini mənfi qiymətləndirir. Bu barədə Ipsos şirkətinin sorğusunun nəticələrində qeyd olunub. Araşdırmaya görə respondentlərin 56% hərbi əməliyyatların onların şəxsi maliyyə vəziyyətinə mənfi təsir göstərdiyini bildirir. Eyni zamanda sorğuda iştirak edənlərin 86% ABŞ hərbiçilərinin həyatına risklərin əhəmiyyətli dərəcədə artdığını düşünür. Məlumata görə iştirakçıların 4də 3-dən çoxu yaxın şərqə quru qoşunlarının göndərilməsinə qəti şəkildə qarşı çıxıb. Və Böyük Britaniya sakinlərinin əksəriyyəti isə hesab edir ki, ölkənin ABŞ ilə çox sıx münasibətləri var. The Times qəzetinin keçirdiyi sorğunun nəticələrinə görə isə respondentlərin 43% Londonun Vaşinqtonla həddindən artıq yaxınlaşdığını düşünür ki, bu da 2025-ci ilin aprel ayına müqayisədə 9% çoxdur. Əks fikri isə 18% bölüşür. Daha 29% isə münasibətlərin cari səviyyəsi ilə razı olduqlarını bildirirlər. Eyni zamanda sorğuda iştirak edənlərin 57% Avropa İttifaqı ilə daha sıx əlaqələrin tərəfdarı olub. 12% isə buna qarşı çıxıb. Bununla belə yalnız 14% Böyük Britaniya ilə ABŞ arasında xüsusi münasibətlərin qorunub saxlanıldığını düşünür. 60% isə bunların keçmişdə qaldığına əmindir. Kral 3. Charles'ın ABŞ-yə qarşıdan gələn səfəri ilə bağlı fikirlər də bölüşülüb. Burada fikirlərdə 42% səfəri dəstəkləyir, 45% isə ona qarşı çıxır. Elə görünür ki, Böyük Britaniyada da Amerika Birləşmiş Ştatları ilə bağlı fikir bir mənalı deyil və bu proseslərlə əlaqədar daha çox da əks fikrin tərəfdarı olanların sayı artmaqdadır. Bu yerdə Trumpdan maraqlı bir açıqlama var. Etibarlılığının itirilməsi və sevimli prezidentiniz mənə qarşı davamlı saxta xəbər hücumları tirajının kəskin şəkildə azalmasına səbəb olan uğursuz New York Times qəzeti çox zəifləmiş və olduqca etibarsız tərəfdaşımız olan NATO-nu Şimali Amerika Müqaviləsi Təşkilatı adlandırdı. Düzgün hadisə Şimali Atlantik Müqaviləsi Təşkilatıdır. Çox maraqlı bir səhv. New York Times'da isə işə qəbul və təhsil standartları əhəmiyyətli dərəcədə aşağı düşüb. Çap olunan bütün xəbərləri geri qaytarın və Amerikanı yenidən möhtəşəm eləyin deyə Donald Trump açıqlama verib. Son dönəmlərdə Donald Trump'ın müxtəlif media orqanlarını hədəf aldığını görürük. Bununla əlaqəli paylaşımlar deyir. Daha çox CNN-i hədəf alırdı. Bu dəfə isə o New York Times-la bağlı bir tənqid edici yazı paylaşıb. Ən çox sevdiyi isə media orqanı Fox News-dur Amerikada. İndi bu istiqamətdə təhlillərlə davam etmək istəyirik. Amerika Birləşmiş Ştatları
ştatlarındakı keçirilən sorğu, vətəndaşların İrandakı əməliyyatı mənfi dəyərləndirməsi, quru əməliyyatlarını isə ümumiyyətlə dəstəkləməməsi nədən xəbər verir? Böyük Britaniya sakinlərinin fikirləri də diqqət çəkir. Bu mənada hazırda bizlə bağlantıda olan siyasi şərhçi Telman Nüstətoğlu ilə danışacaq. Telman bəy, xoş gördük sizi. Salam. Telman bəy, Amerika Birləşmiş Ştatlarının keçirildiyi, yəni orada keçirilən sorğu ilə bağlı fikirlərinizi almaq istəyirəm. Sakinlərin böyük bir qismi deyir ki, İranla olan müharibə, biz artıq onun mənfi təsirlərini hiss edirik deyirlər gündəlik həyatımızda və tərəfdarı deyirlər bu münaqişənin uzadılmasının. Quru əməliyyatlarını isə ümumiyyətlə dəstəkləmirlər. Ölkə daxilindəki proseslərlə bağlı biz zaman-zaman danışırıq. Həm Trumpın reytinqi aşağı düşür, istefalar, məcburi istefaların da burada adını çəkə bilərik. İndi də belə bir sorğunun və sorğunun nəticələrinin mənfi olması nədən xəbər verir? Necə baxılmalıdır? Amerika daxili siyasətində respublikaçılarla demokratların arasındakı ənənəvi siyasi mübarizə və bu istiqamətdə istifadə edilən resurslar, istifadə edilən ritorika, ayrı-ayrı lobi qruplarından tutmuş da daxili iqtisadi mərkəzlərə qədər bunların hər birisinin özünün bir orientasiyası var, maraqları var. Bu bağlamda bu ənənəvi bir-birini gözdən salmaq və ya bir-birinin mövqelərini sarsmaq ictimai rəydə fəaliyyətlər davam edir. Amma bir tərəfdən də dünyada çox sarsıdıcı proseslər gedir. Çox yeni dünya nizamına gərgin mübarizələr gedir. Amerikanın özünün artıq 40 trilyona yaxın borcu var. Amerikanı yenidən böyük yap şüarını irəli sürən deyək ki, Trumpın özünün qruplaşmasının içərisində məqaçılar deyək də, onların içərisində ciddi fikir ayrılıqlar var İran məsələsi ilə bağlı. Eyni zamanda təbii bu Hürmüz boğazının bağlanmasının, neft və qaz qiymətlərinin artmasının Amerikanın daxili bazarlarına da ciddi təsirləri var və hər bir vətəndaş əslində bunu hiss edir. Yəni benzin qiymətlərinin qalxması ilə birlikdə bunu hiss edirlər və dolayısıyla bu inflyasiya prosesi, iqtisadi çətinliklər, bunlar təbii ki, Amerikan vətəndaşlarında müəyyən bir fikir formalaşdırır, refleks yaradır. Amma unutmamaq lazımdır ki, Amerika kimi toplumlarda əslində çox da digər dünyada, yəni Amerikanın xaricindəki dünyada nələr baş verir, çox böyük coğrafiya bilgisi, tarix bilgisi, geosiyasi bilgilər falan yoxdur. O daha çox daxili prizmadan məsələlərə yanaşma var. Ayrı-ayrı qruplar, ayrı-ayrı maraqlı dairələr daha çox bu və digər region və coğrafiya ilə bağlı tədqiqatlar apararaq izləyirlər prosesləri və bununla bağlı bir refleks meydana çıxardırlar. Amma təbii Amerika kimi ölkələrdə daxili ictimai rəyin formalaşmasına təsir edən çox önəmli konvensional media və digər sosial media deməli mərkəzlər var ki, bunlar önəmlidir. Amerikada yəhudi lobbisinin nə qədər ciddi imkanlara, təsir imkanlarına sahib olduğunu biz yaxşı bilirik və bu İran müharibəsində də İsrailin Trump üzərindəki təsirinin, hətta bu Epstein davası, bu davanın şəxsən Trumpa uzanan hissələri, bunlarla bağlı çoxlu analizlər də var, məlumatlar, informasiyalar da var. Bunların hamısı kompleks təbii ki, Amerikadakı ictimai rəyə təsir edir. Bir də bu Qəzza məsələsi, yəni Qəzzada insanlığın gözünün önündə böyük faciələr, dramlar yaşandı və bu təbii ki, Amerika ictimai rəyində də bilirsiniz, universitetlərdə tələbələrin nümayişləri oldu, orada hətta müəllimləri belə işdən çıxartdılar. Amerikada bir köçmən qarşıtlığı deyək də, mültəci qarşıtlığı bir reaksiya formalaşdırmağa, etirazlar formalaşdırmağa çalışılır. Bunlar da təbii ki, ictimai rəyə mənfi istiqamətdə təsir edir və bütün bunlar hamısı üst-üstə gəldiyi zaman dediyim kimi Epstein məsələləri, onun ictimai rəyə təsiri, İsrailin yəhudi lobbisinin getdikcə Amerikanı öz girovuna çevirmə izləniminin, rəyinin Amerikan cəmiyyətində hakim olmağa başlaması və bu müharibənin əslində Amerikanın müharibəsi olmaması, yəni Amerikanın müharibəsi təhlükəsizliyi, ondan sonra Amerikanın qlobal deyək ki, baxış açısına baxdığımız zaman bu da təbii ki, Amerika daxilindəki ictimai rəyə təsir edir. O bir tərəfdən Avropada, Qərb dünyasında, Avropa ölkələrində də İran məsələsində, İran müharibəsinə məsafəli yaxınlaşma var. Ukrayna-Rusiya müharibəsində Trumpın tutmuş olduğu mövqe
Avropada da ciddi narazılıklar yaradıb və bu da təbii ki, Amerikanın ictimai rəyinə, İngiltərədə, Fransada çıxan yayınlar, mətbuat, jurnallarda çap olunan yazılar, analizlər təbii ki, heç şübhəsiz ki, təsir edir. Telman bəy, elə vurğuladığınız kimi Böyük Britaniyada da belə bir sorğu keçirilib. Həm Böyük Britaniya Amerika Birləşmiş Ştatları münasibətinin yaxınlığı ilə bağlı və Charles'ın səfəri ilə əlaqəli və burada da biz görürük ki, mənfi fikirdə olanların faizi daha yüksəkdir. Hətta doğrudur, bunların arasında çox bir fərq olmasa da 2-3 rəqəmlik fərq olsa da, amma bu var. Və indiki məqamda Avropanın da bu münasibətinə baxdığımızda Böyük Britaniyanın amma yanaşması fərqli olmalı idi digər tərəfdən. Elə deyim, əslində baxdığımızda Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının tarixi bir yaxın əlaqəsi var. Elə Amerika Birləşmiş Ştatlarının qurulmasının belə deyək, əsası və səbəbkarı Böyük Britaniyadır. Bu baxımdan belə bir tendensiyanın yaşanması ölkə daxilində nədən xəbər verir, necə qiymətləndirmək olar bunu? Əlbəttə, bu Anglo-Sakson ittifaqından biz zaman-zaman danışmışıq. Əslində, Amerikanın yüksəlişində bu yanaşmanın, bu zihniyyətin, bu ittifaqın nə qədər ciddi rolu olduğunu və ümumiyyətlə Amerikada, təbii Amerika-İngiltərə münasibətləri çox fərqli müstəvidə olan münasibətlərdir. Çox yaxın müttəfiqlik münasibətləri var dünya miqyasında, amma indi çox fərqli bir dövrə daxil olmuşuq. Bu dövr yeni dünya nizamının formalaşması dövrüdür. O üzərində Günəş batmayan imperiya adlandırılan Britaniya imperiyasının da özünün bugün yeni dünya nizamı ilə bağlı bir konumlanma sisteminə, hətta bu Avropa İttifaqından çıxış, İngiltərənin yeni arayışları, yeni müttəfiq arayışları, yeni dünya nizamının yüksələn güclərinin hansılar ola biləcəyi və bu istiqamətdə əslində qlobal maşrabda da Amerikan hegemoniyasının yavaş-yavaş zəifləməsi prosesi İngiltərəni də fərqli arayışlara sürüklür və eyni zamanda belə Avropa İttifaqının özündə indi baxın açıq şəkildə bəyan etdilər ki, bu bizim müharibəmiz deyil. İngiltərə baş naziri dedi ki, bu bizim müharibəmiz deyil. Hava sahələrini həm Fransa, həm İngiltərə deməli istifadə etməyə imkan vermədi. Dolayısıyla müharibəyə Hürmüzlə bağlı koalisiya yaratma təşəbbüslərinə cavab vermədi və NATO ilə də bağlı artıq yeni arayışların olduğunu görürük. Yəni, Avropanın təhlükəsizliyi məsələsi, Rusiya-Ukrayna müharibəsi. Burada əsas problemlərdən birisi elə Rusiya-Ukrayna müharibəsi ilə bağlı oldu. Çünki Amerika əsas diqqətini Asiya-Pasifik bölgəsinə yönətmək istəyir, Çin məsələsinə yönətmək istəyir. Çin artıq qaçınılmaz bir Amerikan qlobal hegemoniyasının önündəki ən böyük təhdid və təhlükədir və belə bir zamanda Rusiya ilə münasibətlərini tənzimləmək, Ukrayna zərbəsində daha çox o bataqlığa batmaq yerinə, yəni orada məşğul olmaq yerinə daha çox dediyim kimi, yəni Çinin gələcəkdəki texnoloji, ticarət yolları, enerji məsələsi, digər məsələlərdə mümkün olan yüksəlişini əngəlləmək yollarının arayışındadır Amerika. Buna görə orada da Avropa ilə, İngiltərə ilə Amerikanın baxış bucağı fərqliləşdi və bugün Amerika çox dünyanın fərqli ölkələrində hərbi bazalar olan bir ölkədir və bu qədər böyük hərbi varlığı davam etdirmək üçün böyük maliyyə resurslarına ehtiyac var. Ona görə də o maliyyə hərbi bazaları da yavaş-yavaş azaltmağa çalışır. Avropanın təhlükəsizliyi məsələsi ciddi bir problem olaraq deyək ki, Avropa ölkələrinin önündə dayanır və bu da təbii ki, Amerika ilə İngiltərəni fərqliləşməyə gətirib çıxardır. Yəni, maraqlar baxımından dünya qlobal sistemin içərisindəki təsir imkanlarını genişlətmək və təhdid və təhlükələri bərtaraf etmək baxımından fərqli müstəvilərə yönəldir. Bu baxımdan da təbii ki, Avropada istər-istəməz Amerikan qarşıtı bir görüşün yüksəlməsi. Xüsusilə burada Trumpa qarşı, Trumpın həyata keçirdiyi siyasətə qarşı, Amerikan mərkəzli siyasətə qarşı, bütövlükdə qərb dəyərlərinin, qərb maraqlarının gözə almayan və ya onu mərkəzə almayan bir siyasətə qarşı Avropada da müəyyən
təpkilərin olduğunu açıq şəkildə görə bilirik. Çox sağ olun Telman bəy, təşəkkür edirik. Önəmli dəyərləndirmələriniz üçün minnətdarıq. Dəyərli izləyicilər, bizlə bağlantıda Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu idi və o ondan həm Amerika Birləşmiş Ştatları daxilində, həm də Böyük Britaniyada Amerika ilə münasibətlərlə bağlı narazılıqlarla əlaqəli danışdıq. Bu istiqamətdə təhlillərimiz oldu. İndi fərqli bir yönə baxacağıq. Hörmüzlə əlaqəli məlumatlarımız var. İran Hörmüz boğazında İsrailə məxsus gəmiyə dron zərbəsi endirib. Bu barədə İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri Komandanlığına istinadən məlumat yayıb. Qeyd edilib ki, Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə pilotsuz təyyarə zərbə endirib və nəticədə gəmidə böyük yanğın baş verib. Bildirilib ki, strateji su yolunda toqquşmadan sonra gəmi alovlanıb. Digər bir xəbərimiz də var. ABŞ və İsraillə davam edən müharibəyə baxmayaraq İranın əsas neft ixrac terminalı olan Xark adasından neft ixracı artıb. Bu barədə isə İran parlamentinin enerji komissiyasının rəhbəri Mousa Ahmadi İSNA xəbər agentliyinə bildirib. Xark adasına son günlər edilən səfərlər və aparılan görüşlərdən sonra qeyd etməliyəm ki, neft ixracı azalmayıb, əksinə artıb deyə vurğulayıb. Qeyd edək ki, Xark adası İranın qərb sahillərində yerləşir və ölkə üçün həyati əhəmiyyətə malik neft ixrac terminalları burada yerləşir. Eyni zamanda bu ərazidə hədəf alınmışdı. 90 obyekti Amerika Birləşmiş Ştatları vurmuşdu adada. İran Hörmüz boğazından humanitar yüklərin keçidinə icazə verib. Bu barədə isə Tasnim məlumat yayıb. Qeyd edilib ki, İran xüsusi protokollar çərçivəsində zəruri mallar və humanitar yardım daşıyan gəmilərin Hörmüz boğazından İran limanlarına və yaxud da ki, yaxınlıqdakı sulara keçməsini təsdiqləyib. Məlumata görə artıq müəssisələrə bu yüklərin göndərilməsini bərpa etməyə də icazə verilib. Və dəyərli izləyicilər, İran həmçində Hörmüzdə yeni bir strategiya qurub. Nədir bu strategiya? Belə ki, Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni yanaşma hazırlanıb. Bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb. Məlumata görə İran ölkələri 3 kateqoriyaya ayırıb. Düşmən, neytral və dost. Bildirilir ki, düşmən ölkələrin gəmilərinə Hörmüz boğazı vasitəsilə keçid qadağan edilə bilər. Neytral ölkələrin gəmilərindən yüksək rüsumların tutulacağı, dost ölkələrin isə boğazdan sərbəst keçid imkanına malik olacağı qeyd olunur. Telekanalın iddiasına görə Fars körfəzi regionundakı bir çox ərəb ölkələri neytral və yaxud da ki, düşmən kateqoriyasına daxil edilib. Bu isə həmin ölkələrin ya yüksək ödənişlərlə üzləşməsi, ya da ümumiyyətlə boğazdan istifadə imkanlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Qeyd edək ki, sözügedən planla bağlı rəsmi tam siyahı isə hələ ki açıqlamayıb. Bundan öncə də bənzər məlumatlar paylaşılmışdı dəyərli izləyicilər. Hətta həmin o körfəz ölkələrinin fərqli yollara əl atdığı və fərqli yollarla bağlı artıq təhlillər apardığı da iddia olunur. Hörmüzlə bağlı başqa bir informasiyamız da var. İranın Hörmüz boğazını tezliklə açması ehtimalı azdır. Çünki su yoluna nəzarət ABŞ üzərində yeganə təsir gücünə çevrilib və bu barədə isə Reuters ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb. Kəşfiyyat məlumatlarına görə İran hakimiyyəti enerji qiymətlərini yüksək saxlamaq və ABŞ prezidenti Donald Trumpa təzyiq göstərmək üçün tanker tranzitinə məhdudiyyətlərini sərtləşdirə bilər. Beynəlxalq Böhran qrupunun İran layihəsinin direktoru Əli Vaiz agentliyə bildirib ki, İran hakimiyyəti başa düşür ki, boğaz vasitəsilə qlobal enerji bazarına təsir göstərmə qabiliyyəti hətta nüvə silahlarından daha güclüdür. Ağ Ev rəsmisi agentliyə bildirib ki, Trump boğazın tezliklə açılacağına əmindir və müharibədən sonra İranın gəmiçilik fəaliyyətinin tənzimlənməsinə icazə verilməyəcəyini açıq şəkildə də bildirir. Bundan belə rəsmi qeyd edib ki, Trump digər ölkələrin ABŞ-dən daha böyük maraqlarının olduğuna da inanır. Dəyərli izləyicilər, Hörmüzlə bağlı məqamları təqdim etdik. Yeni strategiya burada diqqət çəkir. Digər tərəfdən isə Bab-el-Məndəb boğazı, o da gündəmdədir bu günlərdə. Yəmən ərazisi ilə Ərəbistan arasındadır bu boğaz, belə deyək. Hətta Yəməndə yerləşən proksi qüvvələrdən olan Husilər bir neçə dəfə bu boğazı bağlayacaqları ilə bağlı xəbərdarlıqlar ediblər. Yenidən gündəmdədir bu məsələ. Nəyə görə və bütün bu proseslərlə bağlı təhlillərə keçək istəyirəm. Siyasi şərhçi Tamilla Qulami ilə danışacaq. Tamilla xanım, xoş gördük sizi, xoş gəlmişsiniz. Xoş gördük, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Hörmüzdəki yeni strategiya ilə bağlı biz danışırıq. Hətta hazırki məqamda oradan gəmilər necə keçirir deyə biz məlumatlar da almışdıq. Əlbəttə ki, bu müxtəlif media orqanlarının paylaşdığı xəbərlərə uyğun olaraq bizim danışdığımız informasiyalardır. İndi oradan gəmilər keçirmi dedikdə, hazırda da İran bəzi ölkələrlə danışıqlar apararaq müəyyən gəmilərin keçidinə icazə verir. Dünən ərzində Yaponiya və Fransa tankerləri həmin ərazidən keçmişdi, gəmiləri də deyə bilərik. Və yeni bir strategiya qurulur. 3 qrupa bölünür ölkələr. Dost, neytral və düşmən olurlar. Artıq məlumatlar
məlumatları geniş şəkildə təqdim etdik. Amma digər tərəfdən də boğazın bu cür işləməsi nə zamana qədər mümkün ola bilər? İran bunu tətbiq eləyirsə, o zaman artıq İran bir strateji qalibiyyət əldə edib deyə bilərikmi? Bugünə nəzər salsaq, hal-hazırda Hörmüz boğazının bağlanması ilə bağlı qeyd etmək lazımdır ki, çox doğru bir sual vurğuladınız ki, İran nə qədər belə davam edə bilər? Çünki Hörmüz boğazının bağlanması nəinki başqa dövlətlərə, xüsusilə də belə deyək də, Amerika Birləşmiş Ştatlarının üzərində bir kart kimi dəyərləndirirlər. Amma qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları ümumiyyətlə Hörmüz boğazından heç istifadə də etmir. Ondan nə zərərinə, nə də xeyrinədir. Sadəcə olaraq burada bilirsiniz ki, neft daşınmaları var. Əsas strateji deterrent kimi İran istifadə eləyir, strateji təzyiq kimi istifadə eləyir və istəyir ki, müharibənin arealını genişləndirsin və dövlətlərin, ətraf dövlətlərin bu, belə deyək də, lokal əməliyyatlara tam olaraqdan bunu müharibə kimi elan etmək olmaz. Çünki Amerika Birləşmiş Ştatları və İran arasında hal-hazırda həm də İsrail var ortada, Amerika-İsrail tandemi və İran arasında qarşı durmalar var. Hörmüz boğazı bağlansa, tamamilə bağlansa, bu artıq müharibənin başlaması deməkdir. Hörmüz boğazının bağlanması isə İranın özünə də böyük ziyan verə bilər. Çünki bilirsiniz ki, İran ərzaq məhsulları istiqamətində Hörmüz boğazından idxal siyasəti həyata keçirir. Kifayət qədər məhsullar var ki, idxal edir Hörmüz boğazı vasitəsilə və bu Hörmüz boğazının ümumiyyətlə bir neçə müddətliyə bağlansa, İranın daxilində onsuz da qarşıdurmalar dekabr ayının 29-dan başlamışdı. Məsələn, tümənin kifayət qədər ucuzlaşmasında, ölkə daxilindəki sosial-siyasi iqtisadi vəziyyətin ağırlaşmasına görə insanlar ayağa qalxmışdılar və bu müharibələrin fonunda da İran öz daxilində bu cür yenidən qarşıdurmaların olmasını istəməz. Çünki Amerika Birləşmiş Ştatlarına da bugün İranın parçalanması lazım deyil. Çünki İranda adətən qarşıdurmalar etnik, siyasi və ideologiya zəminində olub. Hal-hazırda Amerikaya bu lazım deyil. Çünki Amerikanın əsas məqsədi İranın neft siyasətinin üzərində nəzarəti həyata keçirməkdir. Hörmüz boğazı heç o qədər də maraqlı deyil ABŞ üçün. Ola bilsin ki, belə deyək də, siyasi dəyərləndirmələrə görə qeyd olunur, neftin qiymətinin qalxması Amerika Birləşmiş Ştatlarının özündə də problemlər yarada bilər, müəyyən inflasiyaya gətirə bilər. Hətta bilirsiniz ki, Abbas Əraqçının Avropa Birliyi ilə ki, biz nefti avro ilə, dollarla yox, avro ilə alqı-satqı istiqamətində həyata keçirək və bu da düşünmürəm ki, Avropa Birliyi birbaşa olaraqdan İranla bu istiqamətdə razılaşma həyata keçirəcək. Çünki Avropada Amerika Birləşmiş Ştatlarının öz qarşısını almaq istəməyəcək. İran tərəfi bu yumuşalamaları həm də... İndiyə qədər Avropanın sərgilədiyi mövqe artıq qarşısını alıb demək deyək ona bilərikmi? Əsas vermir ona. Makron dünən çünki dedi ki, İranın suverenliyi ilə bağlı bir çağırış elədi. Digər ölkələrin ələxüsus birinci bunun əsasını deyə bilərik ki, İspaniya qoydu. İspaniyanın konkret sərt açıqlamaları oldu. Amma burada bir məqam da var. Araqçı təklifində deyir ki, İrana qarşı sanksiyaları yumuşaldın. O zaman biz də sizə belə bir jest eləyə bilərik. Əslində baxdığımızda Avropa üçün yaxşı bir təklif planıdır, elə deyilmi? Yaxşı təklif planıdır, amma İran niyə birdən-birə bu qədər sərt reaksiyalardan sonra belə bir təkliflər planı ilə görür ki, Avropa və Amerika arasında münasibətlər zaten bəli, zaten çatlar Avropa və Amerika Birləşmiş Ştatları arasında var, amma Fransa prezidenti Macronun da qeyd etdiyi kimi İranın suverenliyi məsələsi ilə bağlı fikirlər səsləndirilməsi zaten Amerika Birləşmiş Ştatlarının İranın suverenliyi ilə bağlı və yaxud da ki, parçalanmasına bağlı hər hansı bir iddiaları yoxdur. Heç Amerika İranın daxilinə nə demokratiya gətirmək istəyir, nə orada parçalanma həyata keçirmək istəyir və yenə də qeyd etdiyim kimi Hörmüz boğazı məsələsi də deyil. Əsas məsələ Xarq adasıdır. Xarq adasından da bilirsiniz ki, İranın əsas neft istiqamətində strateji olaraq məkanı məhz elə Xarq adasıdır. Amerikada Xarq adasını da nəzarəti ələ keçirmək istəyir ki, İran ona birbaşa ondan asılı vəziyyətə düşsün. Bugün İranın ümumiyyətlə çökməsi də Amerikaya lazım deyil. Çünki Səudiyyə Ərəbistanın zəminində ilə İsrail məsələsində təhlükəsizlik fonunda həm də
bu dövlətlərlə qarşıdurmalar ki var, orada özünün hərbi üstünlüyünü ortaya çıxartmaq, ortaya qoymaq ABŞ üçün vacibdir. Çünki ABŞ bu dövlətlərə silah satır və bu silahlar əgər Amerika, üzr istəyirəm, İran və adını çəkdiyim dövlətlər arasında hər hansısa bir müəyyən zaman qarşıdurmalar olmazsa, o zaman Amerika Birləşmiş Ştatlarında regionda o qədər də böyük bir əhəmiyyəti olmayacaq. Çox üzr istəyirəm. Trumpın yeni bir paylaşımı var. Dəyərli izləyicilər, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İrana Hörmüz boğazını açmaq və saziş bağlamaq üçün 10 gün vaxt verildiğini xatırladıb və bu barədə özünün Truth Social hesabında yazıb və bildirib ki, verilən vaxt bitmək üzrədir. Onlara cəhənnəmi yaşatmaq üçün 48 saat qalıb. Xatırladaq ki, bəli, artıq aprel ayının 6-sına qədər vaxt verilmişdi. Bugün 4-dür, yəni 48 saat sonra Amerika Birləşmiş Ştatlarının verdiyi vaxt tükənir. Tamila xanım, cəhənnəmi yaşadacaq deyir. Nəyi planlaşdırır Amerika Birləşmiş Ştatları, nə eləyəcək? Quru əməliyyatlarının həyata keçirilməsi fonunda hər hansısa bir təhdidlər ola bilər və yaxud da ki, bayaq da qeyd etdiyim kimi, Xarq Adasında müəyyən bir addımlar, strateji addımlar ata bilmə ehtimalını İrana göstərir və yenə də qeyd etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının əsas məqsədi, dediyim kimi, Xarq Adasında nəzarəti ələ keçirməkdir. Bilirsiniz ki, orada kifayət qədər obyektlər vurmuşlar, amma bu hərbi obyektlər idi və onların o neft çıxarılan ərazilərdə o qədər də böyük bir hansısa bir qarşıdurmanın olmasını istəmirdilər. Baxın, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə Xarq Adasında nəzarəti ələ keçirmiş olsalar, İranın da adaya hər hansısa bir hücum həyata keçirmə ehtimalı aşağıdır. Həm də ona görə ki, hər iki tərəfdən qarşıdurmalar adada olacağı təqdirdə neftin çıxarıldığı adada böyük bir partlayışlar ola bilər, yanğınlar ola bilər və bu yanğınlarda kifayət qədər günlərlə sürə bilər. Ona görə düşünürəm ki, Abbas Əraqçının da Avropaya, Amerika və Avropa arasındakı münasibətlərdən istifadə edərək yumuşalmaların olması, sanksiyaları yumuşaldın, biz Hörmüz boğazını açaq istiqamətinə çıxışlar etməsi əslində Avropanın özünə lazımdır. Amma Avropa sanksiyaları, belə deyək də, yumuşaldacağı təqdirdə Amerika Birləşmiş Ştatlarının ciddi şəkildə müəyyən bir sanksiyalar olacaq zaten İran üzərində. Ona görə də düşünürəm ki, Avropa və İran arasında müəyyən bir razılaşmaların əldə olunması zaten Avropaya və İranın da özünə lazımdır. Amerika Birləşmiş Ştatları yenə də deyirəm, Hörmüz boğazından heç bir faizdə yararlanmır. Tamila xanım, indi bir məqam var. İsrail qırıcının vurulmasına görə Amerika Birləşmiş Ştatlarına sərt reaksiya gözləyirdi. Gözləyirdi ki, İranın iqtisadiyyatı tamamilə məhv ediləcək və buradakı obyektlər hədəf alınmağa başlayacaq ki, bunu İsrail eləyir, amma Amerika Birləşmiş Ştatları hücumlar zamanı daha çox hərbi obyektlərə fokuslanır və 48 saat sonra İranın məhvi ilə bağlı olaraq cəhənnəmi yaşadacaqla bağlı Donald Trump'un bu mesajı məhz ola bilərmi ona işarədir ki, ABŞ artıq bundan sonra İran iqtisadiyyatını hədəf alacaq, elektrik enerjisini, çünki daş dövrünə qədəm qoyacaqsınız ki, o vaxta gətirib çıxaracaq qeyd edilmişdi. Bəzən qeyd edirlər ki, Hörmüz boğazının bağlanması məsələsində həm də Amerika Birləşmiş Ştatlarının zərəri ondan ibarətdir ki, neftin qiymətləri bahalaşır. Neft qiymətlərini tənzimləmək üçün Amerika Birləşmiş Ştatlarının kifayət qədər ehtiyatları var. O özü istehsal eləyə bilir, özü belə deyək də istehlak eləyə bilir. Ona görə bugün Amerika Birləşmiş Ştatlarının daxilində hər hansı bir aksiyaların və Trumpa qarşı olan mitinqlərin baş verməsi o qədər də belə deyim də narahat, ciddi şəkildə nəzərə alınacaq bir durum deyil ki, məsəl üçün Trumpa qarşı hər hansısa bir impeachment tətbiq oluna bilərmi? Çünki bilirsiniz ki, noyabrda aralıq seçkiləri keçiriləcək. Əlbəttə, demokratların bu palataya seçilməsi daha üstünlük təşkil edəcək və impeachmenti nümayəndələr palatasında qərar verirlər, amma Senat, daha doğrusu təqdim edir, bu istiqamətdə Senat qərar verir və düşünürəm ki, Trumpın biraz da narahat olmaması, rahatlıqla bu istiqamətdə ümumiyyətlə fərqli bir fikirlər yürütməməsi, geri çəkilməməsinin əsas məqsədi də bundan ibarətdir ki, o çox gözəl bilir ki, Senatda, yəni belə deyək də, yerlərini əldən verməyəcəklər. Neftlə bağlı bu istiqamətdə dedim ki, neftin qiymətlərini özləri də tənzimləyə bilirlər müəyyən bir müddətə qədər, amma Hörmüz boğazının bağlanması yenə də birbaşa İranın özünə təsir edəcək. Növbəti dönəmlər üçün də ABŞ İrana
İran üçün cəhənnəmə çevirəcək deməklə məqsədi yenə də mən Xarq adasının üzərində qalıram və quru əməliyyatlarını, düzdür, Amerikanın xalqı üçün, məsəl üçün, Amerika Birləşmiş Ştatları harada müharibə edir, onun üçün maraqlı deyil, onun üçün əsas onun hökumət tərəfindən maraqlarının müdafiə olunmasıdır, maraqlarının təmin olunmasıdır və Amerika kimi bir ölkədə əlbəttə ki, respublikaçılar və demokratların qarşı-qarşıya gəlməsi zaten zaman-zaman görünür. Heç bir halda demokratlar Trump'ı zaten sevmirlər. Amma Trump'ın bir gün bilirsiniz ki, bir fikir səsləndirir, üstündən heç yarım gün keçməmiş fikrini dəyişə bilir və düşünürəm ki, bu sadəcə olaraq İranla Amerika Birləşmiş Ştatlarında Trump'ın vasitəsilə psixoloji bir müharibədir. Özünün improvizasiyalarıdır. Fərqli bir fikir səsləndirə bilər, sakit bir fikir də deyə bilər. Amma gedişata uyğun olaraqdan bu addımlar atır və nə hikmətsə də bütün dünyada Trump'ın bu dəyişkən fikirlərin üzərindən siyasəti çözməyə çalışır. Tamila xanım, digər tərəfdən sizlə müzakirəyə keçməzdən öncə Husilərin Bab-el-Məndəb boğazını da bağlaması ilə bağlı xəbərdarlıqların olduğunu qeyd etdik. İndi maraqlı bir məsələ var ki, artıq İran rəsmiləri də bunu dilə gətirirlər. Görünür ki, koordinasiyalı şəkildə Husilərlə bu istiqamətdə işlər, müzakirələr aparılır ki, artıq bunu praktiki səviyyəyə də keçirmək istəyirlər. Hörmüzdə bir belə deyək, qalibiyyəti var İranın. Nə qədər Amerika Birləşmiş Ştatlarına təsir etməsə də bütün dünyaya təsir göstərir. İndi Bab-el-Məndəbin də əhəmiyyətindən danışsaq, həqiqətən də önəmli bir ərazidir, boğazdır və ələxsus da ki, burada məhsulların, yəni neft məhsulları deyil də, yeyinti məhsullarının daşınması istiqamətində həmin boğaz geniş fəaliyyət göstərir. Oradan daha çox istifadə edilir. Bu isə dünyada bir belə deyək, qida böhranına da gətirib çıxarda bilər deyə ehtimallar səsləndirilir. Nə düşünürsünüz? Əlini gücləndirmək üçün İran ona da gedəcəkmi? Gedərsə bunun nəticələri nə olacaq yəni? Əlbəttə ki, İran bugün əlini gücləndirmək üçün çox kartlara, bu vasitələrə əl ata bilər. Xatırlayırsınızsa, fevral ayının 28-i 2025-ci ildə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş baş tutanda orada Trump'ın bir maraqlı fikri vardı ki, sizin əlinizdə nə kart var? İndi İranın əlində Hörmüz boğazı kartını Amerika Birləşmiş Ştatlarına qarşı işlədir və bilirsiniz ki, zaman-zaman da öz proksi qüvvələri vasitəsilə bölgədə hegemonluğunu qoruyub saxlamağa çalışıb. İraq, Yəmən, Livan, Husilər zaten İranın proksi qüvvələridir və qeyd etmək lazımdır ki, sözü gedən limanı bağlayarlarsa, əgər Husilərin nəzarəti altına keçərsə və bu istiqamətdə bloklama həyata keçirərlərsə, bu yenə də dünyadakı, belə deyək də, xüsusi ölkələr var ki, oradan istifadə eləyirlər bu qida istiqamətində, ərzaqların idxalında. Yenə də bu həm də İranın özünə təsir edə biləcək. Müəyyən bir müddətə, xüsusi bir balanslı, sizin də qeyd etdiyiniz kimi sanksiyaların yumuşalması istiqamətində hər hansısa bir nəticələr əldə etmiş olsalar belə, düşünürəm ki, bu uzun çəkə bilməz. Sadəcə İran masada şərtlərin öz xeyrinə olması üçün bu belə deyək də, yolları əl atacaq. Və düşünürəm ki, İran da sadəcə olaraq bu qədər boğazın bağlanmasına görə, həm də istər neft sahəsində olsun, istər qida sahəsində olsun, İranın özünün daxilində böyük bir qarşıdurmaya gətirib çıxara bilər deyə düşünürəm. Bu nə İrana lazımdır, nə də Amerika Birləşmiş Ştatlarına lazımdır. Sadəcə olaraq İran növbəti yaxın 7-10 gün ərzində düşünmürəm ki, Amerika və İran arasında müəyyən bir sakitləşmə ola bilər. Sadəcə bu addımları atmaqla İran müharibəyə başqa dövlətləri də, həmin o boğazdan istifadə edən dövlətləri də cəlb etmək istəyir ki, Amerika Birləşmiş Ştatlarına müraciət etsinlər ki, İran üzərində bu savaşı dayandırsınlar. Aydındır. Çox sağ olun Tamila xanım. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün önəmli təhlillərə görə. Dəyərli izləyicilər, Hörmüzlə bağlı danışırdıq. Yeni bir strategiya tətbiq edir İran Hörmüzə. Nədir bu strategiya? Və Donald Trump'ın son dəqiqə açıqlaması diqqət çəkdi. İranı cəhənnəmə çevirmək üçün 48 saat vaxt var və əgər onlar boğazı aşmazlarsa və bizlə razılığa gəlməzlərsə 48 saat ərzində onları cəhənnəmə çevirəcək, yəni İranı deyə bildirdi. Biz də bunları təhlil etdik. Bab-el-Məndəb boğazını xüsusi olaraq xatırlatmaq lazımdır. Bu günlərdə daha çox bu məsələ ilə bağlı təhlillər aparılır, müzakirələr edilir. İndi bir araşdırmamız var, onunla davam eləyək. Belə ki, İran səmasında ABŞ-yə məxsus F-15 qırıcısının vurulması ətrafında ziddiyyətli məlumatlar yayılmaqda davam edir. Hadisə ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi mənbələr fərqli açıqlamalar verir. Pilotların taliyi və həyata keçirilən xilas etmə əməliyyatlarının detalları isə hələ ki tam aydın deyil. Bu insident regionda onsuz da gərgin olan hərbi siyasi vəziyyəti daha da mürəkkəbləşdirib. Bəs baş verənlərin pərdə arxasında nələr dayanır? İzləyək.
İranın hava məkanında vurulan ABŞ qırıcısının 2 ekipaj üzvü son anda katapult edərək təyyarəni tərk edib. Bundan dərhal sonra həm Amerika, həm də İran qüvvələri pilotların yerini müəyyənləşdirmək üçün geniş miqyaslı axtarış əməliyyatlarına başlayıb. Birləşmiş Ştatlar tərəfi pilotları xilas etmək üçün xüsusi təyinatlı qüvvələri və hərbi aviasiyanı cəlb edib. Gecə saatlarında həyata keçirilən əməliyyat çərçivəsində ABŞ xüsusi təyinatlıları İran ərazisinə daxil olaraq xilas etmə missiyasını icra edib. Əməliyyatda 2 hərbi helikopter və aşağı hündürlükdə uçanı yanacaq daşıyan təyyarələr iştirak edib. Məlumatlara əsasən helikopterlər İran tərəfinin yüngül silahlardan açdığı atəşə məruz qalıb. Onlardan birinin tüstülənərək geri qayıtdığı bildirilsə də, hər iki hava vasitəsinin təhlükəsiz şəkildə bazaya eniş etdiyi qeyd olunur. ABŞ rəsmiləri ekipaj üzvlərindən birinin xilas edildiyini təsdiqləyir. Digər pilotun taleyi isə hələ də naməlum qalır. İran mediası onun tapılması üçün yerli silahlı dəstələrin səfərbər edildiyini əks etdirən görüntülər yayımlayıb. Hətta bəzi videolarda pilotun ələ keçirilməsi üçün pul mükafatı vəd olunduğu da bildirilir. Bu isə informasiya müharibəsinin də paralel şəkildə davam etdiyini göstərir. Məncə burada məsələ təkcə bir təyyarənin vurulması deyil, ümumilikdə regionda gərginliyin artmasıdır. F-15E Strike Eagle kimi bir təyyarənin vurulması göstərir ki, hava məkanı artıq təhlükəsiz deyil. Ekipajın katapult edib sağ qalması və birinin xilas edilməsi ABŞ-nin operativ reaksiya imkanlarını göstərir. İranın mülki şəxsləri də axtarışı cəlb etməsi isə prosesin informasiya və psixoloji tərəfinin də olduğunu göstərir. Ümumilikdə vəziyyət çox həssasdır və istənilən an daha geniş qarşıdurmaya keçə bilər. Hadisə Vaşinqton və Tehran arasında davam edən hərbi qarşıdurmanın daha geniş mərhələyə keçdiyi bir vaxtda təsadüf edir. Donald Trump administrasiyası son günlər İran ərazisində müxtəlif hədəflərə zərbələri intensivləşdirib. Məlumatlara görə paytaxt Tehranın şimalında yerləşən universitet də hava hücumlarına məruz qalan obyektlər arasındadır. Tehran isə bu hücumları beynəlxalq hüququn pozulması və insanlığa qarşı cinayət kimi qiymətləndirərək cavab tədbirləri gördüyünü açıqlayıb. İranın Körfəz regionunda və İsrail istiqamətində həyata keçirdiyi zərbələr vəziyyət daha da gərginləşdiyini göstərir. Bu tip insidentlər adətən çox sürətlə eskalasiya riskini artırır. Xüsusilə də pilotların taleyi ilə bağlı qeyri-müəyyənlik qalırsa, hər iki tərəfin informasiya müharibəsi aparması vəziyyəti daha da mürəkkəbləşdirir. Əgər təsdiqlənmiş itki və ya əsirlik faktı ortaya çıxsa, bu ABŞ-də ciddi siyasi təzyiq yaradacaq. Nəticədə münaqişənin miqyasının genişlənməsi ehtimalı daha da yüksəlir. Ekspertlərin fikrincə ABŞ qırıcısının vurulması və xüsusilə itkin düşən pilotun taleyi ilə bağlı qeyri-müəyyənlik münaqişənin eskalasiyasına səbəb ola bilər. Əgər pilotun əsir götürülməsi ilə bağlı görüntülər yayımlansa, bu həm Vaşinqton daxilində ictimai təzyiqi artıra, həm də hərbi əməliyyatların miqyasını genişləndirə bilər. Hazırda ABŞ mərkəzi komandanlığı hadisə ilə bağlı rəsmi və ətraflı açıqlama verməyib. Məlumatlar yenilənməkdə davam edir və pilotların taleyi ilə bağlı qeyri-müəyyənlik qalmaqda davam edir. Dəyərli izləyicilər, bu dəqiqələrdə yeni bir informasiya var. Biz artıq Buşehr Atom Elektrik Stansiyasının vurulması ilə bağlı məqamı təqdim etmişdik. Bu yerdə Rosatom İrandakı Buşehr Atom Elektrik Stansiyasının Rusiyalı mütəxəssisləri təxliyə eləyir. Bu barədə elə baş direktor məlumat verib. Onun sözlərinə görə ümumilikdə 198 nəfər təxliyə ediləcək. İşçilər avtobusla daşınır və onların isə 2-3 gün ərzində demək olar ki, bütün ölkəni tərk edəcəyi gözlənilir. Eyni zamanda qeyd etmək lazımdır ki, Atom Elektrik Stansiyasından 200-ə yaxın olan mütəxəssis Ermənistan üzərindən təxliyə ediləcək. Dəyərli izləyicilər, elə bu informasiya ilə də bu saatlıq gündəmi burada yekunlaşdırırıq. Növbəti efirlərdə görüşmək ümidi ilə hələlik.